Cruises.az-ın dəyərli dostları, müştəriləri MSC Grandiosa gəmisində alakart restoranlardan bəzilərini çəkib sizə göstərmək istəyirəm. Deməli, məsələn, La Loggia restoranda 3 vaxtda, ayrı-ayrı vaxtda gəlib yemək yeyə bilirsiniz. Bu, gəmiyə mindiyinizdə gəmi kartında öz əksini tapır ki, sizin hansı saatda yemək vaxtınızdır. Bunu siz də getmədən əvvəl, yəni səyahətə başlamadan əvvəl bizə bildirərək hansı saatda sizə uyğundursa, o saatda da yerinizi ayıra bilirsiniz. Bu nə üçün lazımdır? Bəzən insanlarımız cari həyatında vərdiş eləyib, tutaq ki, axşam yeməyini daha tez yeməyə və yaxud daha gec yeməyə və ya şəhərlərdə, ekskursiyalarda olacaqlar, onu diqqətə almaq istəyirlər və ona uyğun olaraq da tutaq ki, axşam saat 8 saatını istəyirlər ki, gəldiklərində həm onlar qəbul olunsun, həm də rahat, xoş bir şam yeməyi həyata keçirsinlər. Məsələn, bu restoranda, La Loggia restoranda, MSC Grandiosa gəmisində 3 saatdadır. Bəzilərində 2 saat, 2 oturma saatı, 2 növbəli deyək də ona. Bu şəkildə olur. Belə bir gözəl bir restoran və menyu ilə gəlib sizə təqdim olunur və siz də seçim edərək şam yeməyinizi həyata keçirirsiniz. Deməli, burada məsələn axşam yeməyi. Digər restoranlardan bəzilərində həm səhər, günorta, axşam yeməkləri də təmin olunur. Onların da hər birinin belə bir avtomatik açılan bir qapıdır. Bu həm əl təmasınız olmasın deyə yaxşıdır, həm də rahat hərəkət üçündür. Bu La Loggia restoranda Bella və Fantastika kateqoriyalarında olanlar qidalana bilir. Aurea müştəriləri isə daha fərqli restorandadılar, restoranlarda qidalana bilir. Bu da bir başqa restoran. Görürsünüz, çox gözəl. Xidmət kifayət qədər yüksək səviyyədə olur alakart restoranlarında. Əlbəttə ki, sizə burada hər hansı bir əlavə ödənişə ehtiyac yoxdur. Amma əlbəttə ki, biz sevirik ki, bizə xidmət göstərildiyində, ələxsus gözəl xidmət göstərildiyində ofisantlara bir müəyyən qədər şirinlik də verək. İkinci hissəsi restoranın. Baxın, artıq insanlar burada günorta, səhər günorta yeməyi də təqdim olunur. Yəni səhər də istərsəniz ki, açıq bufetdə qidalanmaq istəmirik desəz, onda səhər yeməyində də gəlib burada. Digərlərindən fərqi nədir? Açıq bufetdən fərqi nədir? Açıq bufetdə insan sayısı çox olur, açıq, xüsusilə böyük gəmilərdə sıxlıq olur, adam sayı çox olur. Və kimlər ki istəyir ki, məsələn, rahat bir şəkildə gəlsin, bir yeməyini yesin, onda bu restoranlardan istəyə bilər və bu da pulsuzdur. Bunu düşünməyin ki, pulludur. Və burada da bu cür çaxır sevənlər müəyyən qədər, yəni bütün belə deyək də şüşəni götürmədən biraz əgər dadına baxmaq istəsələr, əlavə ödənişlə buradan da bunu əldə etmək mümkündür. Bu restoranların arasında gözəl belə bir mənzərə var. Yəni hər tərəf şüşəli vitrinlərdir və müxtəlif sayıda keyfiyyət və kəmiyyətdə çaxırlar sərgilənir. La Perle restoranı hər iki tərəfdə, həm digər tərəfdə çəkiliş sizə göstərdim, həm də bu tərəfdə. Bax belə.